Adam var, istəyi budur ki, evim olsun, maşınım olsun, sərmayəm olsun, yaxşı ticarətim olsun. Amma çox az insanlar var dünyada Allahdan istəyirlər ki, ilahi ağlım çox olsun. Dua eləyəndə Allaha deyir ki, ilahi mənim ağlımı artır, mənim dərkimi artır, mənim imanımı artır. Ağlın özü də gərək yuxarı qalxsın. Ağıl yuxarı qalxdıqca istəklər dəyişilir, arzular dəyişilir. İnsanın dərki yuxarı qalxdıqca hacətləri fərqlənir. Böyük insanların görürsünüz nə qədər böyük istəkləri var. Çünki onların dərki yuxarı qalxdıqca onların istəyi də fərqlidir. Əgər insanın ağlı peyğəmbərlərin ağlına oxşasaydı, imamların ağlına oxşasaydı, insan istəyi inanın ki, pul olmazdı, ev olmazdı, bu kimi şeylər olmazdı. Mən demirəm bunlar pisdir və yaxud bunlar lazım deyil, qətiyyən. Mən istəyirəm deyim ki, bunlar mühüm deyil.